Gəlmişkən bugün elə poçt əməkdaşları da bir bayram edir özü üçün və düşündük ki, biz də bir canlı bağlantıda onların o sevinç hisslərini görək və əminik ki, siz də elə onları bax, evdə oturub elə təbrik edə bilərsiniz. Bəli, hal-hazırda əhalinin mərkəzi poçt şöbəsi şəbəkəsi kimi tanıdığı Azmin indeksli poçt şöbəsində bizim əməkdaşımız Nigar oradadır və onunla canlı bağlantı yaradacağıq və poçt işçilərinin elə sevincini canlı efirdə bölüşəcəyik. Nigar, sabahın xeyir olsun. Təşəkkür edirəm, mən də sizi salamlayıram, sabahınız xeyir olsun deyirik. Bəli, hal-hazırda biz əhalinin mərkəzi poçt şəbəkəsi kimi tanıdığı Azmin indeksli poçt şöbəsindəyik. Bəli, bildiyiniz kimi bugün Rabitə və İnformasiya Texnologiyaları əməkdaşlarının peşə bayramı günüdür. Müasir dövrdə isə poçtlardan tək məktublaşma üçün istifadə olunmur. Eyni zamanda poçtların müxtəlif fəaliyyət istiqamətləri də var. Gəlmişik, həm onların peşə bayramlarını təbrik edək, həm də öyrənək görək. Son illər Azərpoçtda hansı yeniliklər var? Ətraflı məlumatı bizimlə birgə birbaşa bağlantıda olan Azərpoçt MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq xanım İbrahimova çatdıracaq. Afaq xanım, sabahınız xeyir və bayramınız mübarək. Salam, sabahınız xeyir olsun. Mən də sizə öz həmkarlarım adından təşəkkür edirəm ki, belə bir əlamətlər gündə gəlmişsiniz və bizi yad edirsiniz. Bəli, doğru vurğuladınız. Azərpoçt artıq əvvəlki ənənəvi poçt xidmətləri göstərən bir poçt qurumu deyil. Ascom Holding şirkətlərindən biri kimi biz də son illər dəyişən poçt mühiti olaraq xidmətlərimizi yeniləmişik. Əgər əvvəllər Azərpoçt yalnız məktub, telegram, bağlama göndərirdisə, bugün biz elektron ticarətin 360 dərəcə demək olar bütün istiqamətlərini həyata keçiririk. Bugün elektron ticarətlər dedikdə kargo xidməti, pastamat şəbəkəsi, eləcə də onlayn ödənişlər, mobil tətbiq kimi xidmətlər bugünkü poçt əməkdaşlarının gündəlik iş fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Bugün Azərpoçt müştərisi onlayn şəkildə sifariş verdiyi bağlamasını Azərpoçtun ona təqdim etdiyi pastamat şəbəkəsindən 7/24 rejimində təhvil ala bilər. Bundan başqa Azərpoçtun maliyyə xidmətlərindən faydalanan bir müştərisi Azpost Mobile tətbiqindən istənilən maliyyə əməliyyatlarını həyata keçirə bilər. Bugünün poçtu rəqəmsallaşır və transformasiyaya keçir. Ona görə də artıq ənənəvi poçt əməkdaşları da yeni xidmətləri vətəndaşlara göstərirlər. Afaq xanım, bir sualımız olacaq. Ənənəvi məktublaşma hələ də varmı? Yəni, olurmu vətəndaşlar öz aralarında məktublaşma olsun? Bu həmişə verilən bir sualdır və çox yerində verilən bir sualdır. Qeyd edim ki, dəyişən kommunikasiya proseslərinin fonunda təəssüf ki, əvvəlki kimi məktublaşma yoxdur və bu çox təbii və normal bir haldır. Bununla belə fiziki şəxslər və təşkilatlar arasında məktublaşma hələ də davam eləyir və bir uzun müddətlə bu prosesin davam eləyəcəyi proqnozlaşdırılır. Afaq xanım, təşəkkür edirik. Bir daha peşə bayramınız mübarək olsun deyirik və sözü sizə studiyaya ötürürük. Təşəkkür edirik. Çox sağ olun Nigar. Afaq xanım, sizi də peşə bayramınız münasibəti ilə təbrik edirik.